Bir de bizim son zəki xatirəmiz var ona. Biz son zəkiyə tədbirə hazırlaşırıq. Hamı hazırlaşırdı. Akif çəkildi, kənarda bax eləcə durdu. Akif gəl biraz məşqə, sənə bir rol verək, sənə bir sənə. Yox, mən heç nə eləməyəcəm. Dedim, nə olar Akif, eləməyəsin. Ona bir səhnəlik düşündük, tar əlində. Heç kəsə də demədik. Nə heç kəs, nə sinif rəhbəri bilir, heç kəsin xəbəri yoxdur. Məktəb rəhbərinin də xəbəri yoxdur. Səhnəmizi qurduq, belə aralandı. Akif oradan o tarı çala-çala girdi içəri. O şəkili hələ də mən xatırlayıram. Yəni Akif mənim xatirəmdə ancaq elə qaldı. Mən hər axırıncı səfər elə qaldı xatirəmdə. Həmişə də xanım müəllimənin üzünə verir ki, xanım müəllimə, mən onun o bir şəkillərinə baxa bilmirəm. Mənim xatirəmdə Akif elədi. Mən hər bir oturmuşdum orada, mən sevincimdən ağladım. Yəni o qədər qara qabağı idi ki, elə bir yaxşılıq utancaq idi, çox yaşını çala-çala. Bizdə yenə o bir balaca ki, o təbəssümdən o tarih çalacaq dedik uşaqlar üçün. Sevincimi aldım ki, yəni Lamiyə müəllim onu səhnəyə gətirdi. Çünki məktəbə gəlməmişim. Mən birinci dəfədir, yəni burada indi, burada bax, orada mənə baxdıq, indi elə biləm ki, sanki Allah hamd olsun, elə biləm, indi mən buradayım orada. Bax, qapım.